Rusiyanın Ermənistana qərarı Azərbaycana dərs olmalıdır. Kanala abunə olub video beğenmeyi unutmayın. Rusiya Prezidenti Vladimir Putin'in xüsusi nümayəndəsi Boris Psixov bildirib ki, Rusiya Ermənistan məhsullarını Azərbaycandan gələn tədarüklə əvəz edəcək və kənd təsərrüfatı sektorunda Azərbaycan Rusiya Ermənistandan daha çox məhsul tədarük etmək iqtidarındadır. Maraqlıdır ki, Rusiya illər boyu Azərbaycan kənd təsərrüfatı məhsullarına müxtəlif səbəblərə məhdudiyyətlər tətbiq etdiyi halda, indi Azərbaycan istehsal potensialı ön plana çıxarır. Sanki Azərbaycan və Ermənistan arasında birlikdə iqtisadi rəqabət yaratmağa çalışır. Mövzu ilə bağlı iqtisadçı ekspert Rafiq Səfərli Axar Azad açıqlamasında bildirir ki, Ermənistana hazırda tətbiq edilən sanksiyaları vaxtaşırı olaraq Azərbaycana qarşı istifadə edilir. Rusiya Azərbaycanın gələn kənd təsərrüfatı məhsullarını müxtəlif uydurma problemlər aşkarladığı iddia edərək dəfələrlə bizə qarşı ithal məhdudiyyət tətbiq edir. Ona görə də hesab edirəm ki, biz bu məsələdə müəyyən dərs çıxartmalıyıq. O bildirir. Vurğulayıb ki, Ermənistan məhsullarına məhdudiyyət Rusiyadan Azərbaycan məhsullarını tələbatın artmasına səbəb ola bilər. Amma unutmaq olmaz ki, Rusiya gələcəkdə eyni addımları Azərbaycana qarşı da ata bilər. Necə ki, bu vaxta qədər təzyiq vasitəsi kimi bunu edir. Buna görə də alternativ bazarlara, xüsusilə Körfəz ölkələrinə, Pakistana və digər ölkələrə çıxış imkanlarını genişləndirməyə çalışır. Kənd təsərrüfatı məhsullarımız yalnız Rusiya bazarından asılı olmamalıdır.